Salam əziz izləyicilər. 28-ci sualın izahına baxacaq bu günləri. Mississippi çayının Nil çayından fərqli xüsusiyyətləri. 1. Hövzəsinin mülayim və subtropik uşaqda yerləşməsi. Bəli, bu doğru fikirdir. 2-də deyir, yaylarında bol su olması. Yaylarında deyil, Mississippi çayı qar və yağışla qidalandığı üçün yaz ayları bol su olur. O zaman 2 yanlışdır. 3. Ayrı diqimə malik ərazidən keçməsi. Ayrı diqimə malik ərazidən keçən Nil çayıdır. Ona görə bunu götürmürük biz. 4. Mənsəbində zəngin neft yataqlarının yerləşməsi. Mississippi çayının töküldüyü su hövzəsi Meksika körfəzidir. Meksika körfəzində zəngin neft və qaz yataqları zəngindir. Ona görə 4 doğrudur. 5'ə baxırıq. Hövzəsində tropik və Arktik hava kütlələrinin toqquşması. Biz bilirik ki, Şimali Amerikada dağlar meridian istiqamətində uzandığı üçün bu hadisə müşahidə olunur. 5'də doğrudur. 6. Axımının tənzimlənməsi. Həm Mississippi çayının, həm də Nil çayının axımı tənzimlənib. Ona görə bu ortaq xüsusiyyətdir. Doğru cavablarımız olur burada 1, 4 və 5. Testimizin doğru cavabı olur C variantı.